Hadisəyə görə rafizlər bugünkü gündə Ayşə radiyallahu iftira atırlar. Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmlə səfərlərin birində qaydanda boyunbağını itirir və ya qolbağını itirir. Və o vaxtı qadınlar dəvələrin üstündə belə qoyurdular ev kimi. Belki görmüşsünüz kinolarda. Qadınlar onun içine qoyurdular, gətirirdilər. Ayşə radiyallahu anh deyir ki, arıq idim, xəfif idim. Yəni, hiss olunmurdu, mən onun içindəyim, yoxsa yox. Mən də deyir, düşdüm bilərziyimi axtarmağa. Gəlib götürüblər, qoyublar ki, dəvənin üstünə o balaca evi, qadınlar oturan, çıxıb geyiblər. Və Ayşə radiyallahu anh deyir ki, bir də gördüm ki, hamı gedib, mən qalmışam təkcə. Və bu vaxtda sahabələrdən biri də gedişmişdi. O da qalmışdı yerdə. Gəlir gör ki, müminə anası Ayşə radiyallahu anh oradadır. Və halı soruşdum, dedi ki, bəs belə-belə. Dəvəmə əydim, dəvə istəyəcək oturur, sonra binirsən. Dəvə oturdu və Ayşə anamız oturdu üstünə. Dəvənin. Deyir, Allaha and olsun ki, sahabədir ki, mən ondan bir kəlmə kəsmədim. Mən də deyir, dəvənin yüyənindən tutdum. Bir neçə məsafə Allah Rasulü qabaqdaydı onlardan. Bir apardım, çatdırdım, verdim Allah Rasulü sallallahu. Gerdə qalmışdı. Amma münafiqlər həmişə kimi bundan istifadə edilər, iftira atdılar Ayşə radiyallahu anh. Elhamdülillah Allah Teala ona bəraət verdi. Nur surəsində. Bəraət verdi. Ayşə radiyallahu anh təmiz qadın idi. Necə Məryəm təmiz qadın idi. Məryəmə anamıza iftira atır Yahudilər, Ayşəyə də Rafizilər. Radiyallahu anh. Onlar bir kökdülər. Şeyhülislam ibn Teymiyyə, biz də deyirik. Ayşə radiyallahu anh təmizdir. Əgər çikli qadın olsaydı, Allah subhanət hələ deyərdi, boşa onu. Boşa deyərdi onu. Və həmçinin qardaşlar, Allah Rasulları, xüsusən Muhammed sallallahu aleyhi və səlləm elə bir əhatə ilə əhatə olunmuşdu ki, o eyblənə bilməzdi. Allah Rasulü eyblənə bilməz ətrafı ilə. Allah Rasulundan başqa hər kəs ətrafı ilə eyblənə bilər. Hər kəs. Hətta Əbu Bəkir. Yəni, ətrafında Əbu Bəkirin ola bilər cəsus olsun. Amma Allah Rasulü olsaydı deyilərdi. Allah Rasulü sallallahu aleyhi və səlləmin vaxtında Hatib ibn Balt adlı bir sahabə Peyğəmbər sallallahu aleyhi və səlləmin Məkkəyə olan yürüşü barədə Məkkələrə xəbər verir. Tam gizlin. Allah Rasulü sallallahu aleyhi və səlləm vəhy edir ki, sənin xəbərin gedir. Filan qadın saçının içinə qoyub məktub aparır. Allah Rasulü sallallahu aleyhi və səlləm əlini göndərir, qadının başını açır. Həmçin buradan dəlil çıxardılır. Birdən axtarışla mükəlləf olunmuş bir adam başçı tərəfindən. Allah Rasulü da başçıydı onda. Əmr olunsa ki, qadın başını açsın, orada şübhəli şey var, açmalıdır. Açdıra bilər. Çünki əli qadının başını açdırdı. Dedi, başı var, oradadır. Düzdür, haramdır qadının başını görmək, amma əli açdırdı. Çünki orada əmr var idi Allah Rasulü. Açdı, gördü ki, orada məktub var. Yəni, Allah Rasulü belə şeydə xəbər tutub. Aydındır. Məsələn, siz sahabə, gəlib Peyğəmbər s.ə.v söz deyir qadın. Gəlib Peyğəmbər s.ə.v gizli söz deyir. Ayşə deyir ki, radiyallahu 1 metr yanındaydım o qadının. Ümmül Eymən idi. Əlindən şikayət edildi Peyğəmbər s.ə.v. O dedi, qutarda ayə nazil oldu. Ki, sənə əri barədə şikayət edən qadının şikayətini Allah eşitdi. Yəni, Allah Rasulü s.ə.v. onların deməyi ilə çikli bir qadınla yaşayırdı. Ləkəli bir qadınla yaşayırdı. O da heç nə belə. Və bu Peyğəmbər s.ə.v.'in evin içinə dil uzatmaqdır. Evin içindən də yataq otağına dil uzatmaqdır. Bu ən təhlükəlidir. Yəni, yox, yanamın qonaq otağına dil uzadasan. Yox, yataq otağına. Nə edirsən sən? Dil uzadırdı ora. Peyğəmbər s.ə.v. Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anh'ın qucağında öldü. Yoldaşlarına icazə aldı ki, Ayşənin yanında qalsın. Gedə bilmirdi artıq. Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v. öldü mənə çənəmlə göbeyimin arasında. Yəni, belə qucağımda. Öldü. Öldü, Ayşənin evində bastırdı radiyallahu anh. İndi də xoşlamasılardı onu, Ayşənin evində geri ziyarət edirlər Peyğəmbər s.ə.v.
Aydındır. Hələ üstəlik bir dərd də üzərlərinə gəlib, Əbu Bəkirlə Ömərin qəbri də oradadır. İstər istəmədən onu da görürlər. Bu cəzadır onlara. Amma şallaqlamaları özünü belə, onlar özdən şallaqlılar hər il məhərrəmlikdə. O da Ayşə radiyallahu anh atılan iftiradır. Çünki zina iftirası atan şallaqlanmalıdır. Onu da onlara tətbiq edəmək olmaz, neçə milyon dəyədilər. Neçə min dəyədilər. Allah elə qoyub ki, onlara özlərini cəzalarını verirlər, şallaqlayırlar. Bəzi alimlər belə deyir. Ayşə təmizdir. Necə Məryəm anamız təmizdir? Radiyallahu anh. Elhamdülillah. Kim istəmir? Mən bir bibi var idi. O mənlə dedi belə. Dedim, aç Nur surəsi oxu. Aç 10-cu ayədən oxu. Oxudu, deyir, mən Allah bunları bilmirdim. Tövbə elədi, elhamdülillah. Tövbə elədi. Onlar məsələn o ayədir. Sonra Əbu Bəkir mağarada Allah Rasuluna, Allah da deyir ki, dostluğa deyilən ki, qorxmasın, Allah bizləndir, o ayədir. Onlar necə oxuyurlar o ayəni? Yəni, Allah Teala deyir ki, dostluğa deyilən ki, dostu da mağaradadır. Əbu Bəkir. Dostluğa deyilən ki, qorxmasın, Allah bizləndir. Deyirlər, yox, Əbu Bəkir özü üçün qorxurdu. Allah Rasulü üçün yox. Yaxşı, özü üçün qorxurdu, Allah deyər ki, ay Muhammed, bu nədir, kimi götürmüsən yanında, o özü üçün qorxur, sənə heç vezin almır. Deyərdi, demədi, dedi, dostluğa deyilən, sahibivə deyilən, qorxmasın, Allah bizləndir. Deyərdi, Allah sənə də onunla yox, çünki öz nəfsinə görə qorxur. Bəziləri də o hələ mən demirəm, deyirlər ki, bəzi şeylər var, deyirlər ki, sonra hafizlər. Deyirlər ki, yəni, Əbu Bəkir Əliyə görə qorxur, çünki əlini Allah Rasulü öz yerinə qoymuşdu. Əliyə görə qorxur da, yoxsa Əliyə görə qorxur, sevirlər də bilməm, dostdurlar. Sonra Əliyə görə də narahatıdır. Bilmirlər necə çıxsınlar. Nə tərəf edən şey eləsinlər ki, nasıl Əbu Bəkir orada başqa cür qorxurdu. Və ya Ayşə radiyallahu anh, elhamdülillah. Ayşə təmizdir radiyallahu anh.